Hər vaxtınız xeyir olsun. İzah edirəm. Müxtəlif müddətli elektrik cəryanını PDF mənə məxsusdur, heç kimə göndərmirəm və ödənişlə də satmıram. Zəhmət olmasa bu haqda yazmayın. Çünki çox yazan var, ona görə əvvəlcədən məlumat vermək istədim. Elektrik cəryanı 3 təsir var uşaqlar. İstilik işıq, kimya və maqnit. İstilik və işıq təsiri ifrat keçiricilərdən başqa hər yerdə müşahidə olunur. Kimyəvi yalnız elektrolitlərdə müşahidə olunur. Maqnit isə hər yerdədir. Hər yerdə. Birincisi başlayırıq metallarla. Əsasları deyəcəm uşaqlar sizə. Metallarda sərbəst yük daşıyıcılar sərbəst elektronlardır. Düyün nöqtələrində isə ionlar olur. İonlar rəqsi hərəkət icra edirlər. Yəni keçiricilikdə iştirak etmirlər. Öz düyün nöqtələrində rəqsi hərəkət icra edirlər. Elektronlar isə ionlar arası fəzada sərbəst xaytuk hərəkət edirlər. Onu elektrik sayəsindən gətirdikdə müsbət və mənfi potensial verdikdə elektronlar özləri mənfi olduğuna görə müsbətə doğru nizamlı bir istiqamət alırlar. Cəryan istiqaməti əksinə, elektronlarla cəryan istiqaməti əks istiqamətdə olur. Bir də uşaqlar enin yen və üstürü var. Y elementar yük, en deməli konsentrasiya və sürət isə en kəsiyinin sahəsidir. Cəryan sıxlığı deməli, ədədi qiymətcə naqildəki cəryan şiddətinin onun en kəsiyi sahəsində olan nisbətidir. Vektorial kəmiyyətdir. R hərfinə işarə olunur. Üstürü YNV-dir. Baxın, YNV-sidir. S-lər getdi. Buna Seven da deyirlər. Vahidi amper bölü metrin kvadratıdır. Yük daşıyıcılar deyil, sərbəst elektronlardır. Şunlar yalnız metallardır ki, onların müqaməti temperaturdan düz asılıdır. Bu yalnız metaldadır. Metal olaraq da sizə yazacaq rezistor. Unutmayın. Temperaturla düz asılıdır. Yalnız harda? Metalda. Və düstur temperaturdan asılıq düsturları R bərabər R0 vurulsun 1 üstə gəl alfa delta D, Rho bərabər Rho0 vurulsun 1 üstə gəl alfa delta D. Burada yalnız T də verə bilərsə. Nəyə görə? Çünki T2 çıx T1-dəki T1 həmişə 0 dərəcə Celsiyə uyğun olan qiymətdir. Sıfırdan çıxanda da ki, qiymət olduğu kimi qalır. R0 və Rho0 başlanğıc müqavimət falan deyirlər. Onlar başlanğıc dediyim nə mənada? Yəni, məsələn, sizə verə bilər 50 dərəcə Celsiyə, 100 dərəcə Celsiyə. Yəni, bu birinci gördüyüm Rho0-dır, ikinci gördüyüm Rho-da elə söhbət yoxdur. 50-də də, 100-də də olan qiymət R və ya Rho-dular. Rho0 ilə R0 isə mütləq 0 dərəcə Celsiyədə olan qiymətlərdir. Unutmayın. Və temperaturdan asılılığı da müəyyən bir nöqtədən düz mütənasib asılıdır. Çünki düsturumuzda toplama var. Alfa müqavimətin temperatur əmsalıdır. Vahidi bir bölünsün Kelvindir. Müqavimətin nisbi dəyişməsinin naqili 1 Kelvin qızdırdıqda müqavimətin nisbi dəyişməsinə deyilir. Nisbi dəyişmə nədir? R çıx R0 bölünsün R0 müqavimətin nisbi dəyişməsidir. Bunu da bir dənə delta T-yə böləndə alırıq alfanı, yəni müqavimətin temperatur əmsalını. Ohm qanuna tabidir metallar. İ'nin U-dan asılılığı gördüyümüz kimi I bərabər U bölünsün R-dir. Yəni düz mütənasib asıdır. Sizdən soruşa bilər ki, İT-dən necə asıdır? R-in yerinə R0 vurulsun, bir üstə gəlinsin, alfa T yazırsınız. Gördüyümüz kimi temperaturdan hansısa nöqtədən tərs mütənasib asıdır. Həmçinin güc də belədir. Çünki gücün də düsturu U kvadrat bölünsün R-dir. Sonra ifrat keçiricilik. İfrat keçiricilik nədir? Deməli, metalı soyutduqda müqavimətinin birdən-birə sıfıra düşdüyü temperatur böhran temperaturudur. Bundan aşağı temperaturlar isə ifrat keçiricilik adlanır. İfrat keçiricilərdə istilik miqdarı ayrılmır. Onu nə ilə təyin edirlər? Maqnit xassəsinə görə. Elektrik cəryanın maqnit xassəsinə görə ifrat keçiricini təyin etmək olar və uzun müddət cəryanı özündə saxlayır. Baxın, ifrat keçirici harada tətbiq olunur, onun haqqında məlumat var, oxuya bilərsiniz. Daha sonra gəlir xüsusi keçiricilik, sigma hərfinə işarə olunur. Xüsusi müqavimətin tərs qiyməti də vahidi 1 bölünsün 10 vurulsun metrdir. Gəlir elektrolitlərdə elektrik cəryanı. Elektrolitlərdə duzun turşunun qədərini suda məhlul elektrolit adlanır. Yalnız elektrolitlərdə maddə ayrılması, yük ayrılması baş verir. R-in və Rho-nun temperaturdan asılığı metallardan fərqli olaraq burada mənfidir. Yəni temperatur artdıqca müqavimət azalacaq. Yenə deyirəm, yalnız metallar idi. Temperaturla müqavimət düz asılı olan. Temperaturla müqavimət və cəryan şiddəti. Temperaturla müqavimətə baxırsınız. Necə asıdır? Məsələn, metallarda deyək ki, temperaturla müqavimət düz asıdır. Deməli, cəryan şiddəti temperatur artdıqca azalacaq. Amma digərlərində isə tərs asılıdır. Deməli, məsələn, temperatur artdıqca müqavimət azalır, cəryan şiddəti isə artır. Baxın, fikir verin. Bu metallar üçündür. Bu isə digərləri üçündür. Elektrolitlər də metallar kimi ohm qanuna tabidir, amma yalnız burada fikir verin, sıfır hissəsi var, sonradan başlayır artmağa. Bu nədir? Elektrolitlərdə deməli nə baş verir? Birincisi gəlin ona baxaq, sonra qaydaq bura. Tutaq ki, suyun içərisinə qatmışsınız natri xlor molekulu, neytral molekul.
Neytral molekul deməli burada siz müsbət və mənfi potensial verirsiniz. Nə baş verir? Elektroddan cəryan keçir və cəryan keçməsi zamanı neytral natri xlor molekulu parçalanır natrium müsbət ionu və xlor mənfi ionuna. Bu elektrolitik dissosiasiya adlanır. Bunların da gedib məsələn xlor qaz şəklində ayrılır anod hissəsində, çünki xlor mənfidir. Anod bir qayda olaraq müsbətə birləşir. Xlor mənfi olduğuna görə anod ətrafında qaz molekulları əmələ gəlir. Ümumiyyətlə burada qaz molekulları əmələ gəlir və anod tərəfə meyl edirlər. Natrium isə müsbət ion olduğuna görə gəlib katodun üzərində çöküntü əmələ gətirir. Bu hadisə isə natriumdan xlorun anod və katodun üzərində toplanması hadisəsi elektrolizasiyası adlanır. Və elektrod, katod və anod olmaqla iki yerə bölürük. Elektrodun elektrolizə aidiyyatı yoxdur, sadəcə adları oxşur. Deməli, bu sıfır olan hissə nə üçündür? Elektrolizdə gərginlik verdikdə bu verilən gərginlik onun ilk dəfə cəryan keçməsi sərf olunmur. Ona görə ki, elektrodların polymerlaşmasına sərf olunur həmin gərginlik. Daha sonra isə başlayır cəryan keçməyə. Deməli, elektrolitlərdə yük daşıyıcılar olacaq müsbət və mənfi ionlar. Elektrolitlərdə müsbət, mənfi ionlar yük daşıyıcılardır. Metallarda nə idi? Metallarda elektronlar. Deməli, katod üzərində ayrılan maddənin kütləsi Faradayin elektroliz qanunu M bərabər K küp. K vur ki, yükdür. Yükün yerinə IT yazırıq. K isə elektrokimyəvi ekvivalentdir. Elektrokimyəvi ekvivalent M bölünsün Q ifadəsinə bərabərdir və vahidi olacaq kiloqram bölünsün klon. Klon da yerinə amper vurulsun saniyə yaza bilərsiniz. Bu ifadə M-dən də Q-dən də asılılığı yoxdur. I-dən də T-dən də heç birinin asılılığı yoxdur. Bəs elektrokimyəvi ekvivalentdən asılı K bərabərdir. M bölünsün YN vurulsun N avokadro. M molar kütlədə ona müqayisə edə bilərsiniz. Elementar yük avokadro ədədi. Bir də qaldı valentlik. Valentliklə tərs mütənasib asılıdır. Daha soruşlar. Baxın, burada M-in yerinə sizdən soruşur topluda. Hansı ki yaza bilərsiniz? Rho vuru V, nü vurulsun M. Bu hardan çıxdı? Nü bərabər M bölü M-də. M nəyə bərabərdir? Nü vurulsun M-ə bərabərdir. Bu ifadələri yazıb, necə görürüksə, elə də asılıq götürəcək. Məsələn, nü T-dən düz asılıdır, M T-dən düz asılıdır. Bu Faradayin elektroliz qanunudur ki, ayrılan maddənin kütləsi cəryan şiddəti və zamanla düz mütənasib asılıdır. Bir də uşaqların qarışdırdığı nədir? Elektrokimya ekvivalent M böl Q-dür. Uşaqlar onu Q bölü M-dən qarışdırırlar. Q böl M. Baxın, Q ilə başlayır, yüklə. Bu olacaq xüsusi yük. M böl Q isə sizə verəcək elektrokimyəvi ekvivalenti. Bunları qarışdırmayın. Daha sonra uşaqlar M-in yerinə M bərabər K Q-dən K-nın yerinə M böl N avokadro vurulsun Q və ya Q-nin yerinə I vur T yaza bilərsiniz. Eyni ifadələrdir. Elektroliza sərf olunan enerji elektrik proseslərində sərf olunan enerji Q vur O-dur, yəni göllənişdir. Q-nin də yerinə M bərabər K Q-dən. Buna biz kiloqram deyirik, K Q. Buradan Q nəyə bərabərdir? M böl K-ya. Deməli, Q-nun yerinə yazırsınız M böl K vurulsun O-ya. Burada bir şey var, uşaqlar, nəyə fikir verirsiniz? Deməli, enerjinin sabit qiymətinə kütlə gərginliklə tərs mütənasib asılıdır. Enerjinin sabit qiyməti nə deməkdir? Düsturda enerji olsun. Müqavimətin sabit qiymətində isə düz mütənasib asılıdır. O nə deməkdir? K IT-dir, Q qıda. Qının yerinə yazırsınız IT. I-nin də yerinə ohm qanunu tabi edək, O böl R yazırsınız və görürsünüz ki, R olan düsturda M O ilə düz, enerji olan düsturda isə M O ilə tərs mütənasib asılıdır. Daha sonra uşaqlar, baxın, burada elektrolizə aid olan bir nümunə var. Hamısı məktəb kitablarınızdandır. Əlavə olaraq Faraday sabiti. Faraday sabiti elementar yüklü avokadro ədədinin hasilinə bərabərdir. F hərfi ilə işarə olunur. Baxın, burada qaydası da var, nəyə deyilir və çıxarılmış belə bir düstur da var. O qədər də vacib deyil hal-hazırda. Amma K-nın düsturu M bölünsün Y N avokadrodur. Deməli, buradan dedik ki, Y vur N-a bizə verir F-i. Yəni Faraday sabitini. Bunu yazdıq. Daha sonra baxın, burada F-i yazdıq. Y vurulsun N-anın yerinə. Burada M böl N bizə verir maddənin kimyəvi ekvivalentini. Maddənin kimyəvi ekvivalenti C hərfi ilə işarə olunur. Yunan hərfidir. K görürük ki, kimyəvi ekvivalentlə düz mütənasib asılıdır. Bu belə yazaq. Bu da elektrolizin ikinci qanunudur.
Daha sonra qazlarda elektrik cərəyanı normal şərtdə qazlar elektrik cərəyanı keçirmir, yəni elektrikdirlər. Qazlarda elektrik cərəyanı keçmək üçün ionlaşdırıcının təsiri ilə mütləq elektrik cərəyanı yaratmaq olur. İonlaşdırıcı kimi temperaturu, işıq, xaricdən qaz yük daşıyıcı əlavə etmək, şüalanma və s. ola bilər. Qazdan elektrik cərəyanı keçməsi qaz boşalması adlanır. Qaz boşalması əgər ionlaşdırıcının təsiri ilə baş verirsə qeyri-müstəqil, xarici təsir olmadan və ya ionlaşdırıcının təsiri kəsildikdən sonra baş verən boşalma isə müstəqil qaz boşalması adlanır. Müstəqil qaz boşalmasının növləri alovsuz boşalma, qövs boşalması, qığılcımlı, bir də tac boşalması. Alovsuz boşalma aşağı təzyiqlərdə baş verir. Reklam borularında, gündüz işıq lampalarında, qaz lazerlərində istifadə olunur. Deməli, reklam borusuna əgər hava vursa moruğu, neon vursa qırmızı, argon vursa yaşıl rəng verir. Qövs boşalması çox qızmış katodlarda termoelektrun emissiyası hesabına baş verir. Elektrik qaynağında istifadə olunur. Qığılcımlı boşalma elektrodlar arasında yüksək gərginlik olduqda baş verir. Xarakterik cəhəti ani və sürətli olması ilə ildırım çaxması zamanı qığılcımlı boşalma baş verir. İldırım iki bulud arasında, yer ilə bulud arasında baş verə bilər. Tac boşalması böyük elektrik yükünə malik eti ucluqlu metal naqillərin ətrafında baş verir. Bütün boşalmalarda qaz maddənin plazma halında olur. Plazma nədir bəs? Tamamilə və ya qismən ionlaşmış qazdır. Tamamilə və ya qismən. Plazma isti və soyuq ola bilər. Günəş ulduzlar plazmadır. Plazmatronlarda və maqnit hidrodinamik generatorlarda plazmadan istifadə olunur. Maqnit hidrodinamik generatorlar maqnit sahəsində hərəkət edən közərmiş və ionlaşmış qaz şırnağının mexaniki enerjisini elektrik enerjisinə çevirir. Qazlarda yük daşıyıcılarımız elektronlar, müsbət və mənfi ionlardır. Elektronu neytral atomdan qoparmaq, onu müsbət iona çevirmək üçün elektron ilə nüvə arasında mövcud olan klon qarşılıqlı cazibə qüvvəsinə qarşı iş görülməlidir. Deməli, elektronu atomdan qoparırsınız və atom çevrilir müsbət iona. Bunun üçün də elektron ilə nüvə arasında mövcud olan klon qarşılıqlı cazibə qüvvəsinə qarşı iş görülməlidir. Elektron neytral atomdan qoparmaq üçün lazım olan minimum enerji ionlaşma enerjisi adlanır. İonlaşma enerjisi yalnız və yalnız qaz növündən asılıdır, başqa nə əsas deyil. Gərginliyimiz U olarsa, onda ionlaşma enerjisi Y vurur U. Yenə deyirəm, elektrik sayəsində işimiz Y vurur U və onun da yerinə, baxın burada yazmışıq, Y bərabər U böl D idi. İndi isə D yox, yazırıq L. L nədir? Sərbəst qaçış yolunun uzunluğudur. Yəni bu ümumiyyətlə ionlaşma enerjisinin düsturu Y U-dur. Onun da yerinə Y L yazırsınız, amma ionlaşma enerjisi bunların heç birindən asılı deyil. Sərbəst qaçış yolunun uzunluğu nə deməkdir? Bir toqquşmadan digər toqquşmaya qədər, elektron məsələn bir toqquşmadan digər toqquşmaya qədər qət etdiyi məsafədir. Daha sonra qüvvəni yazsaq, qüvvəni düsturu bilirsiniz ki, Q vur Y idi. Sadəcə elektrondan danışırıq deyək, Q-nun yerinə birbaşa Y yazmaq olar. Y-nin də yerinə U bölünsün, U böl L yazırsınız. U böl L. Bu da belə. Sonra qazlar üçün voltamper xarakteristikası necədir bəs? Qazlar deməli uşaqlar Ohm qanununa tabe deyirlər. Çünki voltamper xarakteristikasına baxaq. Baxın, voltamper xarakteristikası belə gəlir. Nədir burada? Baxın, burada deməli bitir artıq qeyri-müstəqil qaz boşalması burada bitir. Qeyri-müstəqilin maksimalıdır bura. Bitdiyi yerdə də başlayır müstəqil qaz boşalması. Müstəqilin isə minimal qiymətə uyğun gəlir bura. Deməli, bura kimi qeyri-müstəqildir. Bundan sonrası baş verən boşalma müstəqil qaz boşalmasıdır. Baxın, burada doyma cərəyan şiddəti var. Unutmayın, bu sabit olan hissələr doyma cərəyan şiddəti. Doyma cərəyan şiddəti N vurulsun Y ifadəsini təyin olunur. Əslində üstünüz N-yə böltəydir. Sadəcə biz vahid zamanda dediyimizə görə elə N-yə yazırıq. Deməli, uşaqlar gərginlik verdikcə, baxın, U1 hissəsinə qədər Ohm qanunu kimi I ilə U düz mütənasib asılaraq artır. Daha sonra gərginliyin artımı ilə fikir verin AB hissəsi. AB hissəsində gərginliyin sonraki artımında cərəyan şiddəti gərginlik arasındakı mütənasiblik pozulur. Yəni düz asılı olmur artıq. U1 qiymətdən başlayıb cərəyan şiddəti gərginlikdən asılı olmur. Doyma halını alır. Doyma. Deməli, borudakı bütün elektronlar və müsbət ionlar nizamlı hərəkət etməklə cərəyan yaranmasına iştirak edirlər. Beləliklə, qrafikin OS hissəsi qazın qeyri-müstəqil boşalmasına uyğundur. Baxın, O-dan S-yə kimi. O-dan S-yə kimi qeyri-müstəqil qaz boşalmasına uyğundur. Daha sonra nə baş verir uşaqlar? Gərginliyin müəyyən artımında nə baş verəcək? Harada elektronlar molekulyar toqquşduqda əlavə enerji almış atomlar elektron itirərək ionlaşır. Yəni elektronun molekulundan toqquşması nəticəsində, elektron zərbəsi nəticəsində deməli atomlar öz elektronlarını itirir. Bu elektron zərbəsidir. Daha sonra uşaqlar bu CD hissəsidir. CD hissəsi baxın buradakı kiçik bir hissədir. Baxın bu kiçik hissə CD-dir. Daha sonra baş verir gərginliyin digər artımında hansı ki DY hissəsi.
Orada nə baş verəcək? Gərginliyin digər artımında isə elektrik sahəsində böyük kinetik enerji alan müsbət ionlar katoda vurduqları ardıcıl zərbələr nəticəsində, deməli elektronlar molekullardan toqquşdu və həmin molekullarda atomlar öz elektronlarını itirərək ionlaşdılar. Daha sonra bu ionlar katoda vurduqları ardıcıl zərbələr nəticəsində ondan elektron vuraraq çıxarır. İndi də ionlar gedir, katoda zərbələr endirir və həmin o zərbə nəticəsində elektronları çıxarırlar. İkinci elektronun emissiyası baş verir. Katodun temperaturu kəskin artır və orada termoelektronun emissiyası baş verir. Nəticədə qazda elektrik yük daşıyıcıların sayı, ondan keçən cəryan şiddəti kəskin artır. Beləliklə şərt ödənməklə müstəqil qaz boşalması yaranır. Bu sel boşalmasıdır. Sel boşalması. Hansı ki ionlar gəldilər, katoda zərbələr indirdilər, zərbə ilə ionlaşma və ya sel boşalması baş verir. Sonra vakuumda elektrik cəryanı, vakuumda qazlar kimi elektrik cəryanı normal şəraitdə keçirtmirlər. Ona görə də iki cihazımız var. Vakuumda elektrik cəryanı öyrənmək üçün vakuum diodu, 2 elektrodlu lampadır. Deməli, şüşə balondur, anod və katoddan ibarətdir. Katodun da yanında qızdırıcı tel olur. Nə baş verir? Qızdırıcı tel vasitəsilə katod qızdırılır. Yüksək temperatur, yəni elə bir temperatura gəlib çıxır ki, yüksək dərəcədə qızdırılmış katoddan elektronlar başlayır çıxmağa. Yəni elektronlar buradan nə olur? Emissiya olur. Elektronların çıxması, buxarlanması, bunlar emissiya adlanır. Və anod mütləq müsbət katodda mənfiyə birləşdirmək lazımdır ki, çıxan mənfi termoelektronlar müsbətə doğru, özləri mənfi də anoda doğru meyl etsinlər. Artıq burada yarandı elektrik cəryanı, bu düz keçiddir. Anodu müsbətə, katodu mənfiyə birləşdirilməsi düz keçiddir. Yox, əgər biz götürüb katodu müsbətə, anodu mənfiyə birləşdirsək, deməli, katodu müsbətə, anodu mənfiyə birləşdirsək, çıxan mənfi elektronlar elə katodun ətrafında qalacaqlar, artıq anoda doğru meyl etməyəcəklər. Bu tərs keçiddir və cəryan keçməz. Deməli, vakuum diodu bir tərəfli keçiriciliyə malikdir. Bir qayda olaraq anodu müsbətə, katodsa mənfiyə birləşdirmək lazımdır. Daha sonra termoelektron emissiyası nədir? Termoelektron emissiyası dediyimiz kimi yüksək dərəcədə qızdırılmış metaldan elektronların çıxarılmasıdır. Və elektronlar nə vaxt çıxar? Deməli, burada elektronun çıxması üçün lazım olan enerji çıxışıdır. Çıxış yalnız metal növündə asılıdır. Metal elektronu tərk edə bilər ki, onun kinetik enerjisi ilə çıxış arasında mv kvadrat bölü böyük bərabər A çıxış olsun. Münasibət ödənsin. Metaldakı sərbəst elektron daim ionlarla qarşı təsir olduğundan onun kinetik enerjisi kiçik olur və metalı tərk edə bilmir. Elektrona əlavə enerji verilməklə onun metalı tərk etməsinə nail oluna bilər. Elektrodlar arasındakı məsafə O olarsa, A çıxış bərabər mv kvadrat bölü YU, o da bərabər YY-dir. Hansı ki, bayaqki faydamız. Burada V anoda çatan elektronların son sürətidir. Vakuum diodunda elektrik cəryanını düzəndirmək üçün istifadə olunur. İş prinsipi termoelektron emisiya hadisəsinə əsaslanır. Voltampir xarakteristikasına baxaq. Baxın, uşaqlar, bu düz keçiddir. Buradan 40-40 xəttlərdən verilənsə tərs keçiddir. Hansı ki, anodu mənfiyə, katodu müsbətə birləşdirmişdir. Baxın, burada doyma hissəsi var. Doyma bərabər NY. Vahid zamanda emissiya olunan elektronların sayı bərabər olur. Gərginlik müəyyən qiymətdən sonra cəryan şiddəti doyma halını alır və sabit qalır. Bu doyma cəryan şiddətidir. Doyma bərabər NY. N elektronların sayı doyma cəryan şiddəti katodun temperaturu ilə düz asılıdır. Katodun temperaturu nə qədər artırsaq, doyma cəryan şiddəti bir o qədər artar. Sonra ikinci cihazımız elektron şüa borusu. Elektron şüa borusu uzun illər kompüter, radio lokator, elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuşdur. Nazik elektron selini sürətləndirməklə elektrik siqnallarını işıq siqnallarına çevirən vakuum cihazı elektron şüa borusudur. Deməli, neynir? Elektrik selini sürətləndirməklə, elektron selini sürətləndirməklə elektrik siqnallarını işıq siqnallarına çevirən vakuum cihazıdır. Baxın, bu konusvarı vakuum balonudur və bu ekran rolunu oynayır. Burnun dar ucunda sürətli elektron selinin mənbəyi olan elektron topu yerləşir. Baxın, burada elektron topu yerləşir. Elektron topu qızdırılan katoddan, baxın, burada katod var. Sindrik formalı idarə edici elektroddan və anoddan ibarətdir. Baxın, bu da anoddur. Qızdırılan katoddan buraxılan elektronlar katodla anod arasında yaranan elektrik sahəsinin təsiri sürətləndirir və katodla anod arasındakı gərginlik 520 kV intervalında olur. 500 volt, 20 kV. Belə güclü sayda elektron selinin kinetik enerjisi çox böyük olduğu üçün onlar anodun daxilindən böyük sürətlə keçərək xüsusi təbəqələ örtülən ekrana düşür. Burada işıqlanma yaradır. Bir-birinə nəzərən perpendikulyar yerləşdirən kondensatorlar sistemi. Baxın,
Bir-birinə nəzərən birləşdirilən kondensatorlar sistemi var burada. Aha, görək o nə üçündür. Selin şaquli və üfüqi istiqamətdə meyl etdirməsi üçün. Meyl etdirici lövhələrdə verilən gərginlik müəyyən qanunla dəyişdirilərsə, elektron seli də uyğun olaraq müxtəlif təsvirlər verir. Bu cür təsvirlər monitor, ossilloqraf və televizor ekranlarında müşahidə olunur. Ossilloqraf, rəqs edirəm, yazıram deməkdir. Girişinə verilən elektrik siqnalının zamanın asılı parametrinin rəqsini ekranda müşahidə etməyə, yazmağa və ölçməyə imkan verəndir. Dəyişən gərginlik və cəryan rəqslərini müşahidə etmək üçün istifadə olunur. Aha, elektron dəstəsi və onun xassəsi vakuum lampasında spiralın qızdırılması emissiya edən elektronlar katodla anod arasında yaradılan potensiallar fərqi nəticəsində anoda doğru sürətlənir. Bu zaman enerjinin saxlama qanuna görə elektrik sahəsinin elektron üzərində gördüyü iş onun kinetik enerjisinin artmasına sərf olunur. Aha, bu işimizin düsturu. Bunu onsuz da bilirdik. Burada FA və FK uyğun olaraq anod və katodun potensiallardır. Vakuum lampasının anodunda deşik açılarsa, elektrik sahəsinin sürətləndirdiyi elektronların bir hissəsi deşikdən keçirək elektron dəstəsi əmələ gətirir. Elektron dəstələrin xassələri: elektron dəstəsi cismin səthinə düşdükdə onu qızdırır. Elektron dəstəsi metal səthinə düşdükdə oradan elektron qopara bilir. 3. Elektron dəstəsi maddədə tormozlandıqda rentgen şüalanması baş verir. Tədicən hərəkət edən iki özəlliklər rentgen şüalanması elektromaqnit dalğalarını şüalandırırdı. Deməli, elektron dəstəsi də maddədə tormozlanırsa rentgen şüalanması baş verir. Elektron dəstəsi ilə bəzi maddələr, məsələn şüşə, sink, kadmium sulfit və s. bombardıman edildikdə onların işıqlanması baş verir. Elektron dəstəsi elektrik sahəsində meyl edir. Elektron dəstəsi maqnit sahəsində meyl edir. Yüklü zərrəciklər həm elektrik, həm də maqnit sahələrində meyl edirlər. Rentgen borusu. Vakuum borusundakı katodun qızdırılması nəticəsində elektronların termonuklein emissiyası baş verir. Bu elektronlar anodla katod arasında verilən onlarca kilovolt gərginlik hesabına yaradılan sahənin təsiri sürətləndirilir. Sürətlənmiş elektronlar anodla toqquşduqda onların kəskin tormozlanması və bu zaman rentgen şüalanması baş verir. X-ray. Bu şüalamanı ilk dəfə Alman fiziki Wilhelm Röntgen aşkar etmişdir. O bu işinə görə 1901-ci ildə fizika üzrə Nobel mükafatına layiq görmüşdür. Röntgen şüalarını insan gözü görmür, lakin bu şüalar adi işığın keçə bilmədiyi qalın qeyri-şəffaf təbəqələrdən keçmə xassəsinə malikdir. Röntgen şüalarının bu xassəsindən insanın daxili orqanların, xəstəliklərinin tibbi diaqnostikasında geniş istifadə olunur. Bu şüalar fotolentə təsirinə yaxud bəzi kristalın səthinə düşdükdə onların işıqlanmasına görə aşkar edilir. Vakuumda elektrik cəryanı katodu tərk etmiş elektronlar yaradır. Yarım keçiricilərdə elektrik cəryanı. Keçiriciliyi xarici təsirlərdən kəskin asılı olan cisimlərə yarım keçirici deyilir. Temperatur, işıqlanma misal ola bilər xarici təsirlərə. Yarım keçiricilərin daxili quruluşu metal və dielektriklərdən nə ilə fərqlənir? Yarım keçirici maddələrə aiddir. Kimyəvi elementlərin dövrü sistemində orta qrupların 4-cü, 5-ci və 6-cı qruplar 12 elementi, cədvəldə baxacaq. 2-ci və 4-cü qrup, 3 və 5-ci qrup elementlərin birləşmələri, demək olar ki, bütün qeyri-üzvü maddələr. Baxın, görsünüz, səhra ilə işarə olunanlar dedik aiddir deməli yarım keçiricilərə. Başqa görək nə dedik orada? 2-ci və 4-cü qrup, 3 və 5-ci qrup elementlərin birləşməsi. Yarım keçiricilərin valent elektronun nüvə ilə əlaqəsi metalların valent elektronun əlaqəsindən möhkəmdir. Deməli, orta qrup elementləri kimi yarım keçiricilərin valent elektronların nüvə ilə əlaqəsi metalların valent elektronların əlaqəsindən möhkəmdir. Lakin dielektriklərin valent elektronların nüvə ilə əlaqəsindən zəifdir. Deməli, nə baş verir? Yarım keçiricinin metaldan fərqi nədir? Valent elektronların nüvə ilə əlaqəsi metalların valent elektronların əlaqəsindən möhkəmdir, amma dielektriklərindənkən zəifdir. Yarım keçirici maddələrin xəssələri kovalent və ya cüt elektron kimyəvi rabitəsi əsasında formalaşmışdır. Baxın, burada da var. Görürsünüz, cüt elektron və ya kovalent rabitə. Yarım keçiricilərdə yük daşıyıcılar elektronlar və deşiklərdir. Yarım keçiricilərdə iki cür keçirici olur. Məxsusi və aşkar. Təmiz yarım keçiricidə elektronun deşiklərinin konsentrasiyası bərabər olur. Yarım keçiriciyə işıq və ya temperatur təsir etdikdə deməli var təmiz yarım keçirici və ya məxsusi yarım keçirici. Burada elektronlar və deşiklərin konsentrasiyası bərabər olur. Daha sonra yarım keçirici işıq və temperatur təsirlikdə onun keçiriciliyi artır və elektronlar müsbət qütbə doğru hərəkət edir. Nəticədə birinci valent elektronlar aldıqları əlavə enerji hesabına kovalent rabitələri qıraraq atomları tərk edir. Nəticədə kristalda sərbəst elektronların miqdarı kəskin artır, yarım keçiricinin müqaməti isə kəskin azalır. İkinci, valent elektronu atom tərk etdikdə kovalent rabitədə deşik adlanan boş yer yaranır.
Bu boş yer deşik adlanır və yükü müsbətdir. Elektrondan çıxdığına görə yükü müsbət qəbul edirik. Nəticədə atom müsbət yona çevrilir. Lakin yaranan bu deşik qonşu atomun kovalent rabitəsini qırmış digər valent elektronu sıçrayaraq onu doldurur və bu yerləşmələr ardıcıl davam edir. Deməli, uşaqlar nə baş verir? Elektron öz rabitəsindən ayrılaraq başlayır hərəkət etməyə müsbətə doğru və onun həmin çıxdığı yer boş qalır. Amma digər qonşu rabitədən, ora baxın fikir versiniz, elektronlar neyinir? Sıçrayırlar. Deməli, nə baş verdi? Digər yerdən elektronlar həmin o boş yeri doldurur. Yəni bu elektron buradan çıxdı. Baxın, elektron buradan çıxdı. Fikir verin uşaqlar. Elektron tutaq ki, buradan çıxdı, getdi. Hara doğru? Müsbətə doğru. Yeri nə oldu? Boş oldu. Aha. Burada olan elektron da gəlir bu deşiyin yerinə. Deşik təzmin edə bilin ki, deşik bu istiqamətdə yerini dəyişir. Əslində deşik yerini dəyişmir. Sadəcə elektron buradan bura gəlir, öz yeri boş qalır. Elə bilin ki, buradakı deşik bura sürüşmüş oldu. Baxın, belə bir təsəvvür yaranır. Aşkar keçircilik. Bu keçircilik iki cür olur. Donor və akseptor. Donor N-tip negativ, akseptor P-tip pozitivdir. Nə baş verir aşkar? Donor aşkar keçircilik ondalar ki, yarım keçircilik aşkar olan elementin valentliyi yarım keçircinin valentliyindən böyük olsun. Bu donordur. Donor olması üçün məsələn silisyuma fosfor vururlar. Silisyum 4-cü qrupdur, fosfor isə 5-ci qrupdur. Deməli, bu donordur. Özündən böyük olan həmişə donor olur. Valentliyi böyük olan. P-tipdə isə silisyumu birləşdirmişik boru. Deməli, borudsa silisyumdan kiçik valentli olduğuna görə bu akseptor tip keçircilikdir. Donorda əsas yük daşıyıcılar elektronlar, yəni elektronların konsentrasiyası deşiklərin konsentrasiyasından sayından böyükdür. Amma akseptor tipdə isə bu donordur. Donorda əsas yük daşıyıcılar elektronlardır. Amma akseptorda isə əsas yük daşıyıcılar deşiklərdir. Çünki deşiklərin konsentrasiyası elektronların konsentrasiyasından böyük olur. Daha sonra uşaqlar, burada nə baş verir? Gəlin bir onu da incələyək. Fikir verin, fosforun deməli valentliyi böyükdür. Yəni xarici elektron təbəqəsində 5 elektron var. Silisyumda isə 4-dür. İndi fikir verin, burada fosforu gətirib birləşdiriblər. Cüt elektron rabitəsi yaranmalıdır. Axı bunun elektronu ilə silisyumun bir elektronu mənfi birləşdi. Amma 1, 2, 3, 4-ün birləşdirdi. Amma bir dənə elektron nə oldu uşaqlar? Birləşə bilmədi və keçdi sərbəst hala. Deməli, elektronların sayı artdı. Fosforda görə, borda görə nə baş verir? Onun valentliyi kiçikdir. Deməli, bor 3 valentlidir. Mənfi silisyumdan biri birləşdi. Burada da biri birləşdi. Burada da biri birləşdi. Amma burada silisyum boş qaldı. Yəni, borda bir dənə deşik əmələ gəldi. Həmin o deşik əmələ gəldiyinə görə bu silisyumdan bir elektron çıxdı. Gəlib onu doldurmalıdır. Axı, gəldi, düşdü bura. Burada bir dənə nə əmələ gəlir? Müsbət deşik əmələ gəldi. Deməli, deşiklərin konsentrasiyası daha böyük oldu. Aha. Deməli, elektron deşik keçdi. Buna da bir dənə diqqətdən fikir verək. Axırda bir dənə ümumiləşməliyəcəm, amma mütləq bunlara fikir vermək lazımdır ki, söhbət nədən gedir? Aha. Deməli, iki yarım keçirci kristalın P və N tip. P-ni müsbətə birləşdirmək lazımdır, həmişə N-də mənfiyə. P-ni müsbətə birləşdirmək lazımdır, N-i mənfiyə. Amma burada hələ ki birləşdirmədən danışmırıq biz. Sadəcə belə bir keçidimiz var. Toxunma hissələrində elektron deşik keçidi. Baxın, buradan gedir söhbət, yaranır. Bu zaman N-tip kristaldan elektronlar P-tip kristalın deşiklər hərəkətə gələr ki, toxunma sərhədində qarşı tərəflərə diffuziya edəcək. Baxın, deşiklər digər tərəfə, yəni qarşı tərəflərə, elektronlar isə, baxın, deşiklər bu tərəfə keçdi, elektronlar isə bu tərəfə. Nəticədə toxunma sərhədinin N hissəsində müsbət, P hissəsində isə mənfi yüklərin miqdarı artacaqdır. Yarım keçirci kristalın P-in keçidinin müxtəlif şarlı yüklərinin öz-özünə toplandığı iki qat təbəqə yaranacaqdır. Baxın, burada iki qat təbəqə yarandı. Və bax, bu təbəqənin intensivliyi müsbətdən mənfiyə. Aha. İki qat təbəqənin yüklər arasında yaranan elektrik sayısı kristalların toxunduğu AB sərhədində elektronun N hissəsindən P hissəyə, deşiklərin isə P hissəsindən N hissəyə sonra keçidinin qarşısını alır. Aha. Bu nə deməkdir? Baxın, bura müsbətdir, burada mənfidir, düzdürmü? İndi sizə deyir ki, burada artıq burada sərhəd yaranda müsbətin digər tərəfə keçməsi, mənfin də bu hissəyə keçməsinin qarşısını alır. Çünki artıq bunlar müsbətin yanındadır. Müsbəti qoyub mənfiyə keçə bilməz, müsbət də mənfinin yanındadır. Mənfini qoyub digər tərəfə keçid edə bilmir. Düz keçid. Düz keçid nədir? Həmin o sərhəd yarandı və biz istəyirik ki, burada elektrik cəryanı yaradıq. Bayaq dediyim kimi, P-ni müsbətə, N isə mənfiyə birləşdirmək lazımdır. Fikir verin. Deməli, düz keçiddə burada iki qat sərhədin intensivliyi hara doğrudur? Sağa doğrudur, düzdürmü? Amma fikir verin uşaqlar, bizim cəryanımız müsbətdən gəldi. Getdi hara doğru? Mənfiyə doğru. Bizim cəryanımızın istiqaməti isə iki qat sərhədin əksinədir. Bu
Bu düz keçiddir. Sizə belə bir şəkil verib soruşa bilər ki, bu hansı keçiddir? Əgər iki qat sərhədlə dövrənin intensivliyi istiqaməti və dövrənin cəryan istiqaməti bir-birinə əksinsə, bu düz keçiddir. Belə də cəryan yaranmalıdır. Aha, bu halda cəryan yaranacaq. Ona görə ki, baxın, biz burada bura müsbət, bura mənfi vermişik. Bura mənfi verdiyimizə görə, baxın, sol tərəf mənfidir. Ona görə də mənfi potensial verdiyimizə görə müsbətlər o tərəfə meyl edəcək. Yəni onları digər tərəfə meyl etdirən artıq biz bir qüvvə yaratdıq orada. Aha, bu belə. Tərs keçiddə bəs nə baş verir? Tərs keçiddə P-ni mənfiyə, N-i müsbətə birləşdirirsiniz. Birləşdirəndə iki qat sərhədin də intensivliyi həmin istiqamətdə idi. Bura müsbət, bura mənfi idi. Dedik, müsbətlər elə harda yığılacaq? Mənfi tərəfdə. İndi bizim də intensivliyimizin istiqamətinə baxaq, elə o da mənfi bura, müsbət bura, mənfi buradır. Yəni bizim də yaratdığımız sahədə mənfilər sağdadır. Ona görə də elə deşiklər öz yerində qalır, elektronlar da öz yerində qalır. Yəni digər tərəfə artıq keçid edə bilmədiklərini, sərhədin qalınlığına fikir verin, o daha da artdı. Bu tərs keçiddir. Burada artıq elektrik cəryanı demək olar ki, keçmir və ya cüzi keçəcəkdir. Elektrik yük daşıyıcıların yarım keçirci kristaldan belə keçidi tərs keçid adlanır. Aha. Sonra uşaqlar yarım keçircilərdə gəlir cihazlarımız. Əsas indi bunlara da fikir verin. Yarım keçirci cihazlar. Məsələn, yarım keçirci diod. Diodlardan cəryanı düzləndirmək üçün istifadə olunur. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Vakuum diodunu bildiniz. 13 prinsipi termoelektron emissiyasına əsaslanırdı. Bir də var yarım keçirci diod. Yarım keçirci diodun sxemlərdə işarəsi belədir. Bu isə müsbətdir. Bu isə mənfidir və burada baxın, katodu mənfiyə, anodu yenə müsbətə birləşdirmişik. Yarım keçirci diod iki kontaktdan və bir keçiddən, P-dən N-ə keçidindən ibarətdir. P müsbətə, N mənfiyə birləşdirilir. Və dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Müqaviməti temperaturdan tərs mütasibəsində mütləq yadda saxlayın. Yarım keçirci diodun voltamper xarakteristikası düz keçid, bu isə tərs keçiddir. Diri ya cəryan keçimi ya diri cüzi keçid. Düz keçidə fikir verin, artıq burada doyma hissəsi yoxdur. Daha sonra nədən danışaq? Tranzistor. 2 PN keçidindən 3 kontaktdan PNP və ya NPN-dən ibarətdir. Şəkil çəkmişim bura P, N, P. P müsbət, N mənfi, P müsbət, N, P, N mənfi, müsbət, mənfi. Sırayla mütləq bu qorumaq. Tranzistordan elektrik reaksiyonu gücləndirmək və çevirmək üçün istifadə olunur. Daha dövrəyə birləşdirmək üçün tranzistorun 3 çıxışı olur. Dövrəyə 2 cəryan mənbəyi vasitəsilə birləşdirilir. Emitter müsbət, baza mənfi, kollektor müsbət qütb birləşdikdə emitterdən axan cəryan elektronları bazaya tökülür. Baza mənfi olduğundan elektronların çox hissəsi sürətlənərək kollektora tərəf hərəkət edir. Emitterdəki cəryan şiddəti baza və kollektordakı cəryan şiddətlərinin cəminə bərabərdir. Demək olar ki, bazada elə də bir elektron qalmadığından təxminən emitterdən kollektordakı cəryanlar bir-birinə bərabər olacaq. Şabrın dedik ki, 3 çıxışı olur. 1, 2, 3. PN, P. 2 dənə də cəryan mənbəyi vasitəsilə dövrəyə birləşdirilir. Aha. Daha sonra termistor. Termistor temperaturu ölçmək üçün istifadə olunur. Sxemlərdə işarəsi belədir. İş prinsipi deməli müqavimətin temperaturdan asılılığına əsaslanır. Temperatur artdıqca müqavimət azalır. Ona görə də cəryan şiddəti artar. Fotorezistor iş prinsipi müqavimətin işıq intensivliyinə asılığına əsaslanır. İntensivliyi artırdıqca müqavimət yenə azalır. Deməli cəryan şiddəti artar. Zəif işıq hissəsini ölçür. Sxemlərdə işarəsi aşağıdakı kimidir. Ölçür və ya qeyd edir. Fotoelement günəş batareyaları işıq enerjisini elektrik enerjisinə çevirən qurğulardır. Tərkibinə aşkar əlavə edilməklə səthində P-tip keçidli sahə yaradılmış. N-tip silisium kristalından ibarətdir. Baxın, şəkil burada var. Yarım keçirici termoelement. Deməli, günəş batareyalarında işıq enerjisi elektrik enerjisinə çevrilir. Yarım keçirici termoelement ayrı-ayrı P-tip və N-tip yarım keçirici kristallarından ibarətdir. Onların yuxarı ucları, deməli, yarım keçirici termoelement dövrəyə birləşdirmək üçün, yəni dövrəyə birləşdirməyə ehtiyac yoxdur. O qızdırmaqla özü elektrik mənbəyinə çevrilir, cəryan mənbəyinə çevrilir. Yəni, burada uşaqlar çoxlu məlumatlar var. Yəni bunları bir-bir demək istəmirəm, çünki bunlar düşmürlər. Ona görə demək istəmirəm, amma hissə düşən hissələr nədir? Onu bir dənə istəyirəm ki, sizin üçün burada ayrı danışım. Deməli, biz danışdıq metaldan. Metal. Danışdıq sonra qazlardan, vakuumdan, bir də deməli metal, qaz, elektrolit, bir də danışdıq yarım keçiricilərdən. Deməli, ohm qanuna tabedir. Ohm, bir də elektrolitlər ohm qanuna tabedir. Yük daşıyıcıları, bunlar tabe deyilir ohm qanuna.
Aha, yük daşıyıcıları sərbəst elektronlardır. Qazlarda elektron müsbət və mənfi ionlardır. İon. Vakuumda yenə elektronlardır. Elektroidlərdə müsbət və mənfi ionlardır. Yarımkeçiricədə elektronlar və deşiklərdir. Aha, deşik müsbətdir, elektronsa bilirik mənfidir. Metallarda deməli volt-amper xarakteristikası ohm qanuna tabi olduğuna görə E'nin odan asılığı. Baxın bu qaydada E'nin odan asılığı. Qazlarda var idi iki cür boşalma. Onları mütləq bilməlisiniz. Qeyri-müstəqil, müstəqil növləri mütləq bilmək lazımdır. Volt-amper xarakteristikası belə idi. Burada qeyri-müstəqil boşalma bitirdi, müstəqil başlayırdı. E'nin odan asılığı. E'nin odan asılığı. Deməli, daha sonra vakuumda, baxın vakuumda volt-amper xarakteristikasını çəkin bura. Vakuumda tərs keçid, sonra düz keçid və doyma hissəsi var idi. Elektrodlər ohm qanuna tabi idi. Müəyyən bir hissə polyarlaşmaya, daha sonra artımı gedirdi. Ohm qanuna tabi. Yarımkeçirici diodlarda doyma hissəsi yox idi. Tərs keçid və belə. E'nin deməli odan asılığı, baxın bu sabit olanların hər biri i doymadır və i doymanın düsturu N7-dir. Daha sonra uşaqlar metalların müqaviməti temperaturdan düz asdı. Qalanlarınsa tərsinə götürürsünüz. Məsələn, yarımkeçiricini qızdıranda, termistoru qızdıranda onun müqaviməti temperaturdan tərs mütənasib asılıq götürəcəksiniz. Bir də ifrat keçiricilik vardı. İfrat keçiricilərdə deməli istilik miqdarı ayrılmırdı. Bir də uşaqlar sizə nə deyim mən? Baxın, tutaq ki, dövrəyə rezistor metaldır. Bir də qoşulub termistor. Aha. Sabit gərginlik mənbəyidir. O bərabər konstant yazıb bura. Deyir, rezistoru qızdırdıqda nə baş verir? Rezistor buydu, metal rezistor. Rezistoru qızdırırıqsa, temperaturu artırsa, onun müqaviməti də artacaq. Amma cəryan şiddəti isə i bərabər o bölü r olduğundan cəryan şiddəti azalar. Cəryan şiddəti azaldığına görə, dövrdən axan cəryan azaldığına görə uşaqlar nə baş verəcək? Bunun müqavimətinə dəymədi axı. Ümumiyyətlə cəryan şiddəti azaldı və bunun müqavimətinə dəyməmişdi. Ona görə o bərabər i-yə əsasən. Bunun deməli termistorun müqavimətinə dəyməmiş, o dəyişmir, amma i azaldığından termistora düşən gərginlik azalacaq. Bu gərginlik azaldığından aşağı gərginlik sabit qalması üçün buna düşən gərginlik isə artmış olacaq. Daha sonra sizə nə verə bilər? Tutaq ki, birləşdirib dövrəyə metal rezistoru, bura konstant yazıb. Deyir ki, rezistor qızdırdıqda, deyir rezistor, əgər metal rezistor qızdırsa, onun cəryan şiddəti necə azalacaq? Çünki rezistor temperaturundan düz asılı idi. Cəryan şiddəti azalır, amma gərginliyi voltmetrin göstərişini sorsa, voltmetrin göstərişi dəyişmir. Amma dövrəyə o konstant yazmayıb. Bura bir EHQ birləşdiribsə. EHQ birləşdiribsə, onda nə baş verəcək? Onun düsturu artıq EHQ bölünsün, R üstə gəlir, vurulsun R idi. Aha, müqavimət artdığından bu da artacaq. Deməli, cəryan şiddəti azaldı, gərginlik, voltmetrin göstərişi artdı, müqavimət də ki, demişdik, artar. Yəni, fikir verin ki, konstant yazıbsa dəyişməz yazacaqsınız, bir cihazdan gedir söhbət və ya sırf paralel birləşmədən gedir söhbət. Yox, əgər EHQ bir dövrə veribsə, onu da R-lə düz mütənasib götürəcəksiniz. Yəni, artanda artır, azalanda isə azalmış götürəcəksiniz. Sağ olun uşaqlar.